Bugün günorta saatlarında Sabirabad rayonunun Qardaşkənd kəndində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini 42 yaşlı bacısını odlu silahla qətlə yetirib. Rayonun Qardaşkənd kəndində qeydə alan hadisəyə səbəb 39 yaşlı Murtuz Məmmədovun yaşadığı evdə bacısı ilə mübahisə etməsi olub. Qardaş bacısı 42 yaşlı Ülviyə Məmmədovaya ov tüfəngindən atəş açıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Çox mehriban bacı qardaş idilər, valla gözəl ailədirlər. Gedənin başı pozulmuşdu, bir çıxan söhbət olmuşdu bacısı ilə. Hadisə şahidlərinin sözlərinə görə bugün səhər saatlarında Murtuz Məmmədov bacısının yataq otağına daxil olub və bir neçə dəqiqədən sonra otağı tərk edib. O evdə özünə məxsus ov tüfəngini götürərək yenidən yataq otağına daxil olub və bacısına boğaz nahiyəsindən atəş açıb. Kənddə bir şey oldu, hamısı mənim uşağımın üstünə atdılar. Bizi özü təsir elədi, bozuldu bu. Əsəbləri bozuldu, onun özündə döyürüydü. Sonra batsın fırlatdılar, getdilər, götürək qabağına ki, batsın, buna görə veriblər sənə qız. Hadisəni törətməkdə günahlandırılan Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Qətlin səbəbləri istintaq tədbirlərindən sonra aydınlaşdırılacaq. Hazırda baş verən hadisə ilə bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən Ülviyə Məmmədova bir neçə il əvvəl ilk dəfə kənd sakini ilə ailə həyatı qursa da bir müddətdən sonra boşanıb. O 2 il əvvəl Bakı şəhərində tanış olduğu oğlanla yenidən ailə həyatı qurub. Amma Ülviyə 6 ay əvvəl ondan da boşanıb və yenidən atasının evinə qayıdıb. Yaqub Mehdoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Sabirabad.